Ümumiyyətlə o belə baxanda rent kimi icarəyə götürəndə, rent-a-car kimi icarəyə götürəndə amma uzaq məsafələr daha sərfəli olur. Yəni o işin o tərəfi var və bir şey də unutduq. Nəyi unutduq ki, biz avtomobili sevirik. Yəni mən bu günləri avtomobil alıramsa, avtomobil idarə eləyirəmsə, mən sadəcə A nöqtəsindən B nöqtəsinə getmək üçün bunu almıram. Bunu onun üçün idarə eləmirəm. Ona görə də artıq sizin dediyiniz məsələ niş bir kütlənin, bir qism, müəyyən bir faizli insanlara maraqlı olar ki, əşini inirəm, avtomobil alım, bunun servisi ilə də əlləşim, apar yağın dəyiş, nə bilim, batareyanın ömrü nə oldu, necə oldu. Ya taksi ilə, ya da ki, car-sharingdən avtomobil götürüb gedirəm. O tip insanlar da var. Yəni ona da hörmətlə yanaşıram. Onlar yəni bu sahənin adamı deyillər. Onlar daha xoşbəxtlər məncə. Uzaq məsafəyə də gedəndə uzağa rentdən avtomobil götürür. Və yaxud da ki, taksi ilə belə gedənlər var ki, həm də Qubaya getmək istəyirəm. Yəni dəfələrlə var, yəni görürəm ki, məsələn neçəyədir 150 manat tak vurdu, çıxdı, getdi ki, mənə xoşdur, mənə rahatdır. Yəni o tip insanlar da var. Amma günün sonunda biz avtomobildən danışırıqsa, yəni biraz da maraqlı avtomobillərdən məncə danışa bilərik ki, qardaş, buna hər kəs A-dan B-yə getmək üçün almır. A-dan B-yə getmək üçün istifadə etmir. Elə insanlar var ki, avtomobillə yaşayır. Elə insanlar var ki, uşaqlıqdan bəri divarda şəkli olan avtomobili almaq üçün illərlə çalışır, çabalayır və sonunda bu nəticəyə gəlir. Çünki nəzərə alsaq ki, bizim ölkədə insanların böyük bir qismi avtomobilləri sevir və buna görə də bizim ölkədə əsasən yay aylarında yəni növbənöv avtomobil tədbirləri olur və mən şəxsən bir avtomobil sevərək o tədbirlərin demək olar hamısında iştirak edirəm və tədbirə girəndə insanın belə deyərəm üzü gözü açılır ki, orada da maraqlı nəsə var, burada da maraqlı nəsə var və mənim kimi minlərlə insanı bir yerə yəni toplaya bilir o tədbirlər.